Ölkə və dünya gündəmindən xəbər verməyə, baş verənləri də ekspertlərimizlə birlikdə təhlil etməyə gəlmişik. Gün ərzində nələr yaşandı, hansı mesajlar verildi? Həm bundan, həm də təbii ki, verilən mesajların pərdə arxasındakı məqamlarından danışacağıq. Bələdçiniz də mən olacağım, Jalə Həsənli. Rusiya-Ukrayna müharibəsi bitməsə belə, atəşkəs danışıqlarının getdiyi bir zamanda Rusiya, Birləşmiş Ştatlar və bir sıra dövlət yeni silahlar təqdim etməyə başlayıblar. Birləşmiş Ştatlar yeni F-47 təyyarəsi üzərində işlədiyini bildirməsi, Rusiyanın 4-cü nəsil sualtı qayığını suya buraxması kimi xəbərlər də bunu bir daha sübut edir. Bütün bunların fonunda deyə bilərikmi ki, Rusiya-Ukrayna müharibəsi müəyyən mənada böyük dövlətlər üçün sınaq meydanıdır və indi onlar daha müasir və müharibə təcrübəsinə əsaslanan yeni silahlar istehsal etməyə başlayırlar. Böyük dövlətlərin anidən artan silah təqdimatlarının arxasında nə dayanır? Cavid İmaməliyevin araşdırmasını təqdim edirik. Birləşmiş Ştatlar prezidenti Donald Trump gələn həftə Qızıl Qübbə raket əleyhinə müdafiə sisteminin yaradılması layihəsinin 3 variantını nəzərdən keçirəcək. Birləşmiş Ştatların Defense One portalının Pentagondakı mənbələrə istinadən verdiyi məlumata görə Amerikalı hərbi mütəxəssislər ölkə prezidentinə təqdim etmək üçün layihənin miqyasına və mürəkkəbliyinə görə bir neçə fərqli variantını hazırlayırlar. Bu variantlardan hər hansı birinin həyata keçirilməsi üçün qurumlar aktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməli və xüsusi struktur yaratmalıdır. Üstəlik Trump son açıqlamalarında Next Generation Air Dominance proqramı çərçivəsində 6-cı nəsil qırıcıların hazırlanması üçün Boeing Aerokosmik Korporasiyası ilə müqavilə imzaladığını bildirib. F-47 adlanacaq yeni qırıcı ən qabaqcıl texnologiyalarla təchiz ediləcək. Bütün bunlara paralel olaraq Rusiya prezidenti Vladimir Putin də Perm yeni nüvə sualtı gəmisinin suya buraxılmasına icazə verib. Rusiyanın 4-cü nəsil çoxməqsədli nüvə sualtı qayığı olan Perm Putinin Murmansk vilayətinə səfəri zamanı təqdim olunub. Hər iki ölkənin yeni texnikalarını təqdim etməsi müəyyən marağa səbəb olub. Görünür, Rusiya-Ukrayna müharibəsində atəşkəsin imzalanması fonunda Vaşinqton və Moskva arasında baş tutan görüşlərə paralel olaraq tərəflər həmçinin yeni silahlarını təqdim edərək həm soyuq müharibə zamanını xatırladır, həm də bir-birlərinə güc nümayiş edirlər. Hərbi sənaye kompleksləri hal-hazırda həmişə olduğu kimi yarışdadılar. Təbii ki, bu həm istehsal etdiyi hərbi texnika və avadanlığın müasirlik istiqamətində inkişafdır, həm onun keyfiyyət istiqamətində inkişafdır. Bu həmişə olub və bu yarışma həmişə gedir. Və bu yarışmanın nəticəsində yeni nəsil hərbi texnika və yaxud digər avadanlıqlar kəşf olunur və istehsal olunur. Məsələnin digər maraqlı tərəfi isə proseslərin Ukrayna cəbhəsi fonunda baş tutmasıdır. Belə ki, müharibənin başlanğıcında köhnə və yaxud da yararsız sayıla biləcək texnikalarla vuruşan Rusiya artıq demək olar ki, daha müasir və təkmil silahlara sahib olmağa başlayıb. Eyni zamanda uzun müddətdir NATO'nun arsenalında yer alan silahlar müharibədə istifadə edilərək düşmən üzərindəki təsirləri yoxlanılıb. Bütün bunlar isə əslində bir növ Rusiya-Ukrayna müharibəsinin silah satan şirkətlər, dövlətlər, eləcə də böyük güc strukturları üçün sınaq meydançası olduğunu da deməyə əsas verir. İndiyədək sadəcə mühəndislərin açıqlamaları və təlimlərdə nümayiş etdirilən silahlar döyüş meydanlarında hər tərəfli test edilib və nəticə etibarilə mənfilər aradan qaldırılıb. Müsbət xüsusiyyətlər isə yeni alıcılar üçün reklam kampaniyasının aparılmasına şərait yaradıb. Savaşın başlangıcında Rusya'nın 2. Dünya Savaşı teknolojisiyle geri kaldığı ortaya çıkmıştı. Amerika Birleşik Devletleri ve NATO ülkesi müttefikleri Türkiye hariç olmak üzere çeşitli silahlarını Ukrayna'ya gönderilerek Rusya'ya karşı savunmasını güçlendirmeye çalışmışlardı. Büyük ülkeler müttefiklerinin savaş sahalarına silahlarını sadece o ülkeleri desteklemek amacıyla göndermezler. Aynı zamanda silahlarının test edilmesini sağlayarak bunu silah pazarında satarlarken silahlarının üstünlüklerini de reklam etmek amacıyla
kullanırlar. Göründüyü kimi minlərlə insanın öldüyü, milyonlarla adamın vətənlərindən didərgin düşdüyü Rusiya-Ukrayna savaşı böyük şirkətlər üçün sadəcə silah satmaları, inventarlarındakıları test etmələri, eləcə də yenilərinin yaradılmasına şərait yaradan bir eksperiment idi. Hələ savaş bitməmiş həm Rusiya, həm də Birləşmiş Ştatların yeni texnikalarını təqdim etməsi isə yaxın zamanda yeni savaşların, böyük şirkətlərin gözü ilə baxdıqda eksperiment zonalarının baş verəcəyini deməyə əsas verir.